Dəyişən geosiyasi proseslər dünyada yeni trendləri meydana gətirir. Bu baxımdan süni intellekt, rəqəmsallaşma və data mərkəzlərinin yaradılması ölkəmiz üçün də dayanıqlı iqtisadiyyatın gələcək inkişaf meyillərini müəyyən edir. Görülən işlər isə yeni çağırışları uğurla tamamlayır. Təkcə son 4 ilə nəzər salsaq görərik ki, rəqəmsal transformasiya sahəsində Azərbaycanda mühüm addımlar atılıb. Məsələn, 2025-28-ci illər üzrə süni intellekt haqqında strategiyanın qəbulu, rəqəmsal inkişaf konsepsiyasının təsdiqlənməsi, 2026-29-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiyanın qəbulu, həmçinin rəqəmsal inkişaf şurasının yaradılması bunlardan ən vacibləridir. Sözsüz ki, gələcəyə hesablanaraq həyata keçirilən bu islahatlar ölkəmizin rəqəmsal iqtisadiyyat sahəsində daha yüksək mövqeyə çatmasını hədəfləyir. Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün strategiya çərçivəsində 50 təşəbbüs müəyyən edilib ki, bununla həm biznes, həm də cəmiyyət və dövlət istiqamətlərində konkret tədbirlər həyata keçiriləcək. Həmin strategiyanın icrası zamanı 65 müəssisə rəqəmsal transformasiyadan keçəcək. Eyni zamanda 250 yeni startapın yaradılması nəzərdə tutulur. Strategiya 200 rəqəmsal bazarlara çıxış əldə edən KOB, 40 min təlim keçmiş vətəndaş, 1,87% ümumməşğulluqda yüksək ixtisaslı informasiya kommunikasiya texnologiyaları mütəxəssislərinin payının artması və 70 milyon manat generativ süni intellektdən istifadə halları vasitəsilə yaradılan iqtisadi təsirlə nəticələnəcək. Bu təsirlərdən biri də 2030-cu ilədək 300 müəssisənin ekosistem vasitəsilə transformasiyaya cəlb olunmasıdır. Həmin strategiya çərçivəsində sahibkarlara yönəlik mühüm təşəbbüslər həyata keçirilir. Bunlardan biri də rəqəmsal iqtisadiyyatın inkişafına dəstək proqramıdır. Beynəlxalq təcrübə göstərir ki, rəqəmsal transformasiyanı sistemli şəkildə həyata keçirə bilməyən müəssisələrin 71%-i adətən uğursuzluğa düçar olur. Və bunların içərisində yalnız 3% müəssisə həm özünü, həm də ekosistemə daxil olan digər müəssisələrin də transformasiyasını uğurla həyata keçirməyə nail olur. Bu proqram çərçivəsində 2030-cu ilə qədər 65 müəssisənin texnoloji və yaşıl transformasiyasına dəstəyin göstərilməsi nəzərdə tutulur. Artıq istehsal, tikinti materialları, ağır sənaye, qida və pərakəndə satış sektorlarını əhatə edən 18 müəssisə bu proqrama qoşulubdur. Bundan başqa 7 fərqli təşəbbüslər planı da hazırlanıb. Bu təşəbbüslər ölkənin rəqəmsal iqtisadiyyata qabaqcıl mövqeyə çıxmasına, yeni iş yerlərinin yaradılmasına və müxtəlif sektorlarda rəqabət qabiliyyətinin artmasına xidmət edəcək. Aysel Abbasova, İlxan Axundov, ASTV Xəbər.